Salam değerli şagirdlər və valideynlər. Bugünkü mövzumuz 5-ci sinif riyaziyyat dərsliyindən bir dəyişənin ifadələrinin sadələşdirilməsi mövzusudur. Baxırıq araşdırma və müzakirə hissəsinə. Deməli, hər qutuda n dənə karandaş var. Əvvəl 3 qutu, sonra 2 qutu karandaş alarsa cəmi neçə dənə karandaş almış olar. Əvvəl 3 qutu alır, burada göstərilib modeldə. 3 qutu alır, yəni 3 vurulsun n ədədi alır. Sonra 2 vurulsun n ədədi alır. Ümumiyyətlə nə qədər alır? Ümumilikdə 5n. Bərabər sayda, yəni hər qutuda n dənədir. Birində x, birində y olsa biz bu formada rahat toplaya bilmərik. Deməli, cəmi 5n karandaş alır. O bir qutu karandaşı dostuna bağışlayarsa, o zaman biz 5n-dən n çıxacaq. Yəni, burada bu bir qutu kimi götürsək, sadəcə 1n. Biri istənilən ədədə vuranda həmin ədədin özü alınır deyə biz elə onu n kimi yazacaq. Verilmiş modellərə görə həlini izah etmək olar. Həlini də izah etdik. Açar sözlərimizdə ekvivalent ifadələr və ortaq vurğu olacaq. Öyrənmə hissəsinə baxırıq. Deməli, vurmanın paydalama xassəsini tətbiq etməklə sadələşdirmə. Dəyişəni olan ifadələrin qiyməti dəyişənin qiymətindən asılıdır. Dəyişənlərin istənilən mümkün qiymətlərində eyni qiymətlər olan ifadələr ekvivalent ifadələr adlanır. Məsələn, a plus 2 ilə bu ifadə bərabərdir, yəni ekvivalentdir. Yəni, həqiqətən biz mötərizəni açanda həmin bu qiymət çıxacaq. Çünki onun istənilən qiymətlərində hər iki ifadənin qiyməti bərabərdir. İfadələrin qiymətini daha asan tapmaq üçün onları sadələşdirib ekvivalent ifadə ilə əvəz etmək olar. Bunun üçün əməllərin xassələrindən istifadə olunur. Paydalama xassəsinin, vurmanın və qruplaşdırma xassəsindən istifadə etmək olar. Deməli, başlayaq. Vurmanın toplamı, nümunə hissəyə baxacaq. Əvvəl bu hissəyə də baxaq. Vurmanın toplama və çıxmaya nəzərən paydalama xassəsini ümumi formada belə izah etmək olur. Uşaqlar, artıq bilirsiniz paydalama qanunu necə olur. Yəni, mötərizə xərcində olan hər bir dəfə birinci vurğa, sonra o biri vurğa, başqa vurğular varsa da, yəni o bir vurğulara da vurulur. Toplama varsa daxildə mötərizə içərisində toplayırıq, çıxma da varsa çıxırıq. Nümunəyə baxırıq, vurmanın paydalama və qruplaşdırma xassələrini istifadə etməklə bu ifadəni belə sadələşdirmək olar. Fikir verin, bir dəfə 0,5-i 6x-ə vururlar, bir dəfə 8-ə vururlar, toplamaya görə də toplayırlar. Və burada 0,5-i 6x-ə necə vururlar? Əvvəl 6-ya vururlar, sonra x-ə vururlar. Orada bura 3 alır, x-i də 3 vur. X əvvəl dərslərdən bilirdik ki, 3x deməkdir. Yazırıq 3x, bu da 4. Bu dəyişənidir, bu dəyişən olmayan natural ədəddir. Bunu 7x, 7 kimi yazmaq olmaz. Yadda saxla hissəyə baxırıq. Bərabərlik müvafiq işarənin, yəni bu işarənin sol və sağ tərəflərdəki ifadənin eyni qiymət aldıqlarını bildirir. Bərabərliyi sol və sağ tərəflərdəki ifadənin yerində ikisi də bərabərlik pozulmur. A, B-yə bərabərsə, B də A-ya bərabərdir. Çalışmaya baxırıq şagirdlər. Boş xanaya uyğun ədədi tapın, fikrinizi sahə modelinə əsasən izah edin. Deməli, bura 3-dürsə, burada 3-dür. Bura x-dırsa, burada 2-dir. İndi bir dəfə 3-ü biz x-a vururuq. Elə deyil, x-dan 2 dənədir. Axı, bir buradadır x-mız, bir buradadır. Amma biz bilirdik ki, məsələn, sahə necə tapılır? S bərabərdir, A vurulsun, B kimi tapılır düz bucaqlının sahəsi. A vurulsun, S bərabərdir, A vurulsun, B kimi. Bura məsələn A-dırsa, A-mız 3-dürsə, bu hissə B-dir də. X üstə gəl 2, yəni 3 vurulsun, X üstə gəl 2 yazıblar. 3-ü bir dəfə X-a vurublar, 3X, bir dəfə də 3-ü 2-yə vuranda edir 6. Burada 7-ni bir dəfə Y-a vurublar, yazılacaq 7Y. Bir dəfə də 7 4-ə vurulur, yazılır 28. 2-ni bir dəfə 3-ə vururuq, yazırıq 6. 2-ni bir dəfə A-ya vururuq, yazırıq 2A. 2. Vurmanın paydalama xassəsini tətbiq etməklə verilən ifadəni ekvivalent ifadəyə yazın. Paydalama xassəsini deyir. Demək, 4-ü bir dəfə x-a vururuq, yazırıq 4x, üstə gəlsin. 4-ü bir dəfə də 3-ə vururuq, yazırıq 12. Bərabər qoyulur mütləq. 6 bərabərdir. 6x üstə gəlsin. 30 kimi yazırıq. 9-u çevrə vuranda edir 27m, çıxılsın 18. 2-də biri 4x-a vuranda. 2 ilə 4 x-a gedir, burada 2x qalır. 2x üstə gəlsin. 2 ilə 8 x-a gedəndə də qalır 4. 2x üstə gəlsin 4. 0-dan 25-i 8-ə vuranda
Deməli 25 8-ə vuranda 200 eləyirsə 0,da bu onda 2 alınır. 2y çıxılsın 1 olacaq. 3-ə baxırıq. Boş xanlara el ədəd yazın ki, dəyişən istənilən qiymətinə bərabərlik doğru olsun. 8-i n-ə vuranda yazıblar 8-i. 8-i 5-ə vuranda yazacaqlar onda 40. 9-u c-yə vuranda 9c, 9-u 4-ə vuranda 36. 6-yı 7-yə vurublar 42 yazıblar. 6-yı 2-yə vuranda 12y edəcək. 4-ə baxırıq. Hansı bərabərliklər dəyişənin istənilən qiymətinə doğrudur, hansılar isə doğru deyil, doğru olmayanları müəyyən edin və səhvi düzəldin. Deməli 2-yi biz 3-ə vururuq. 2x. 2-yi x-ə vuranda 2x yazırıq. 2-ni 3-ə vuranda buradan 2 olmalıydı 6. 3 deyil. Sonra 3-ü x-ə vururuq. Yazırıq 3x çıxılsın 1. Bəli, bu doğrudur. 4-ü x-ə vuranda edir 4x. Deməli, bunun özünə baxın, bu ekvivalentdir. 2-yə 2x-ə vuranda da 4x eləyir. 4x-ə vuranda da 4x eləyir. 4-ü 1-ə vuranda neçə eləyir? 4. 2-ni 2-yə vuranda 4. Deməli, ikisinə də qiyməti eyni alındığından dolayı ekvivalent götürürük və doğrudur. Sonra o biri misallara baxırıq. 6-nı x-ə vuranda 6x eləyir. Bəli, 6-nı 3-ə vuranda edir 18. Bərabərdir. 3-ü 2x-ə vuranda edir 6x. Üstəgəlsin yenə 18. Demək, bu da ekvivalentdir, doğrudur. 6-nı x-ə vuranda 6x, 6-nı da 3-ə vuranda 18 doğru. Demək, bu istənilən qiymətində dəyişənin doğru olacaq. 6-nı x-ə vuranda 6x, 6-nı 3-ə vuranda 12 yox, 18. Deməli, bir misalımızın birinci misal, bir də sonuncu misalda səhvlik var, onu da düzəltdik. Öyrənmə hissəyə baxırıq şərhlər. Ortaq vurğu mötərizə xərcini çıxarmaqla sadələşdirilir. Vurmanın paylamaq xəstəsində bərabərliyin sağ, sol tərəflərinin yerini dəyişdikdə ortaq vurğu mötərizə xərcinin çıxarılması qaydası alınır. Məsələn, burada ortaq nədir? C-dir. Biz onda C-ni mötərizə xərcindən çıxarırıq. Toplama var deyə A plus B. Burada yenə ortaq vuruq C olduğu üçün C-ni mötərizə xərcindən çıxırıq və çıxma işarəsi olduğu üçün A minus B. Bəzi dəyişən olan ifadələr ortaq vuruğu mötərizə xərcini çıxarmaqla sadələşdirmək olar. Məsələn, burada ikisinə də eynidirsə, biz yeni götürürük. 5 üstəgəlsin 3 yaza bilirik. O da bərabərdir. N vurulsun 8, 8 n-dir. 7-dən 2k çıxanda dəyişənlər eynidir deyə 5k da yaza bilirik bir dəfəyə. Ya da k-nı mötərizə xərcindən çıxarıb 7 çıxsın 2 kimi də yaza bilirik. Deməli, sadələşdirin deyir. Bu formada sadələşdirməyimizi istəyir deyə. Məsələn, 7-nin üstə 2c, 7c-nin üstə 2c gəlir, 9c eləyir. Amma biz bu formada uzun-uzadı getsək, necə eləyəcək? C, məsələn, buradan c-ni mötərizə xərcindən çıxarıq. Buraya yazıram. 7 üstə gəlsin 2 bərabərdir. 9 vurulsun c bərabərdir 9c. Və yaxud da 4x üstə gəlsin 3x-də x-i mötərizə xərcindən çıxarıram. X vurulsun 4 üstə gəlinsin 3. O da bərabərdir 7 vurulsun x, yəni 7x. N üstə gəlsin 6n. Yəni biz burada eyni mötərizə xərcindən çıxarıq. Yəni qalır. Eyni mötərizə xərcindən çıxanda n-in yerində 1 qalır. 1 üstə gəlsin 6 vurulsun n bərabərdir 7 vurulsun n bərabərdir 7n. Sonra burada 5y-dən y-i çıxarıq mötərizə xərcinə. Y vurulsun 5 çıxılsın 2 bərabərdir. Y vurulsun 3 bərabərdir 3y. Bu da 3y eləyir. O formada uşaqlar gedirik. Yəni c-ləri götürürsünüz, mötərizə xərcindən çıxarsınız, 8 çıxsın 3 yazır. Ya da 8c çıxsın 3c. Artıq bilirik ki 5c eləyir. 7k çıxılsın k. Bu edəcək 6k. K-nın qabağında çünki 1 dayanıb şərhlər. Biri istənilən ədədə vuranda ədədin özü alındığından biz biri yazmırıq. 4n üstə 5n gəldi. Məsələn, bu uzun formasını götürəndə əvvəl n-ləri çıxarırıq mötərizə xərcindən. Burada qalır 4 üstə gəl 5 çıxılsın 6 vurulsun n bərabərdir. 4 üstə 5 gəndə 9, 9-dan 6 çıxanda 3. 3 vurulsun n bərabərdir 3n. İndi 7m-dən 2m çıxanda 5m, 5m-dən 3m çıxanda da bərabər eləyəcək 2m. 3c-nin üstə 6c, 9c, 9c-nin üstə c gələndə 10c.
5x-dən x çıxanda 4x, 4x-in üstə 2x gələndə edir 6x. Boş xan 6-cı misala baxırıq. Boş xanlara elə ədəd yazın ki, dəyişən istənilən qiymətlə bərabərlik doğru olunsun. Bu hissəni tapmaq lazımdır, elə deyil. Bu 3n-dir, bu 10n-dir. 3n-in üstünə biz neçə gələndə 10n eləyəcək? Yəni 10n-dən 3n çıxanda bərabər eləyəcək 7n. 7n nə deməkdir? 7 vurulsun n. Demək burada 7 olmalıdır. Burada yenə bu hissəni tapmalıyıq. Deməli, bu azalan, çıxılan fərq. Azalanı tapmaq üçün çıxılanla fərqi toplamaq lazımdır. Yəni 3x-in üstə biz 5x gələcək. Belə deyək də, biz nədən 3x çıxanda 5x alırıq? Deməli 8x-dən 8x çıxsın 3x bərabərdir 5x. Burada m-in üstünə 7m gəliblər. Bu eləyib 8m. 8m-dən neçə m çıxanda 2m eləyir? 6m. 7-yə baxırıq. Ortaq vurğu mötərizə xaricinə çıxarmaqla ifadələri sadələşdirin. Dəyişənin verilmiş qiymətində ifadənin uyğun qiymətini tapın. Mötərizə xaricinə çıxarmaqla deyir. Onda biz A-nı mötərizə xaricinə çıxarırıq. Nə qalır? 6 üstəgəlsin 3 üstəgəlsin 1 vurulsun A. Yəni neçə eləyir? 10 vurulsun A. 10 vurulsun A-da A-mız yerinə neçə var? 2,3. Yəni 10 vurulsun 2,3 bərabərdir 23. Burada C-ni mötərizə xaricinə çıxarırıq. Qalır 8 üstəgəlsin 9 çıxılsın 2 bərabərdir. 8-in üstə 9 gələndə 17, 17-dən çıxanda 15. Bu etdi 15C. C-miz neçəymiş? 8. Yəni 15 vurulsun 8 də bizə verəcək. 15 vurur 8 bərabərdir 120. Burada n çıxarıram. Mötərizə xaricinə qalır 15 çıxılsın 3 çıxılsın 2 bərabərdir. Bura 10 eləyir. Yəni n vurulsun 10, 10n. N də 5-də 2-dir. Onda biz nə yazırıq? 10 vurulsun 5-də 2. O da bərabərdir 4. 8-ə baxırıq. İfadəni sadələşdirin və dəyişənin verilmiş qiymətində ifadənin uyğun qiymətini hesablayın. Deməli, şərhlər necə yazıblar? Baxın, burada dəyişən, bu dəyişən deyil. Dəyişənlər hərflər olanlardır da. Bunu saxlayıblar ki, qabağa gətirə bilərlər, sonra ata bilərlər, amma ayrılırlar. 4-ün üstə gəl 5-in çıxılsın 3-in. Buradan mötərizəyə də alıblar ki, qarışdırmayaq. Və sonra mötərizə xaricinə çıxarıblar n-i. O da edib 2,8 üstəgəl 6n. N də 1,2-dirsə, n-in yerinə qoyublar 1,2. Cavab belə alınıb. İndi biz A variantına baxırıq. Burada biz 1,2-yə dəymirik, elə deyilmi? Bir dənə vərəq açaq buradan. Deməli, buradan biz mötərizə alırıq nəyi? 2C A variantıdır qeyd edək. 2C üstəgəl 5C çıx 3C çıxılsın 1,2 bərabərdir. C-ləri mötərizə xaricinə çıxarsaq qalır 2 üstəgəl 5 çıx 3 vurulsun C çıx 1,2 bərabərdir. Bura 2-in üstə 5 gələndə 7, 7-dən çıxanda 4, yəni 4C qalır. Çıx 1,2. C-miz neçədir? 2-də 1. Yəni 4 vurulsun 2-də 1, çıxılsın 1,2. Bərabərdir. İxtisarlar aparıq. 4-lə 2 gedəndə burada qalır 2. O da bərabərdir. 2-yi 1-ə vuranda neçədir? 2. 2 çıxılsın 1,2 bərabərdir 0,8. Cavabımız burada 0,8 edir. B variantına baxırıq. Deməli 8n, 7n, 5n, 4-də 3-ü biz saxlayacaq. Çünki onun dəyişəni yoxdur. Onu da mötərizəyə alırıq. 8n çıx 7n üstəgəl 5n üstəgəl 4-də 3 bərabərdir. Deməli, n-lər çıxır mötərizə xaricinə. 8 çıx 7 üstəgəl 5 vurulsun n üstəgəl 4-də 3 bərabərdir. Deməli, mötərizənin hissisi neçə eləyəcək? 6. 6 vurulsun n olacaq. Üstəgəlsin 4-də 3. N-imiz neçədir? N-imiz 0,2-dir. Yəni, n-i yerinə 0,2 qoyuruq. 6 vurulsun 0,2 üstəgəlsin 4-də 3. 0,2-nin 6-ya vuranda da edir 1,2.
1,2. 3'ü də 4'ə böləndə üstəgəlsin 0,75 bərabərdir. 1,95 eləyəcək o da. 1,95. Növbəti misalımıza baxırıq. C variantına. Bu hissəni silirəm. Deməli, burada dəyişən olan ifadələr x və 3x-dir. Biz ondan mötərizə alanda yazırıq x üstəgəlsin 3x üstəgəlsin. Dəyişən olmayan ifadələrdə 0,3 üstəgəlsin 0,8-dir. Bərabərdir. 3x üstə 4 x-in üstə 3x yanında 4x edir. Yəni biz bir də mötərizə xaricinə çıxaraq sizə görə 1 üstəgəl 3 vurulsun x eləyir. Üstəgəlsin 0,8 yanında eləyir 1,1 bərabərdir. Deməli, bura eləyəcək 4x daha doğrusu 4x üstəgəlsin 1,1 bərabərdir. X-imiz neçədir? 1,5'dir. Yəni 4 vurulsun 1,5 üstəgəlsin 1,1 bərabərdir. Bura 6 eləyəcək. 6 üstəgəlsin 1,1. O da bərabərdir 7,1. Növbəti misala baxırıq. Sadələşdirmək istəyir. Deməli, bir dəfə özünə baxaq, necə həll edirlər. Baxın, belə bir misaldır. Əvvəl mötərizə daxilinə vururlar. 3x çıx. Baxın, 3x üstəgəl 6 çıx 2x. 3x-dan 2x burada. Dəyişən olanda 3x-dan 2x çıxır. Qabağında çıxdı. Burada x edir. Yəni 6 üstəgəlsin x. Baxın, belə də. Bir də uzatmırlar uşaqlar. Yəni x mötərizə xaricdən çıxaraqdan artıq siz tanış olduğunuzdan tez bir üsulla gedə bilirsiniz. A variantına baxırıq buradan. Deməli, A variantında nəyə diqqət edirik? Dəyişən olan ifadələr 5m-dən 2m-dir. 5m-in üstə 2m gələn neçə eləyir? 7m. 5 də qalır kənarda. B variantına baxırıq. Burada 3'ü 5m-ə vururuq. Neçə eləyir? 15m. 15m üstəgəlsin 7 üstəgəlsin 4m. Eyni dəyişənlər hardadır? 4m və 15m. O da eləyəcək 19m üstəgəlsin 7. C variantına baxırıq. 0,5'i 2m-ə vurublar. Neçə eləyir onda? M eləyir. Yəni 1m eləyir. O da m eləyir də. Edir m. M çıxılsın. Burada da m var. O da edir 0. D variantına baxırıq. 6'nı bir dəfə x-ə vururuq, eləyir 6x. 6'nı bir dəfə 1'ə vururuq, eləyir 6. Çıxılsın 2x. Burada 2'nin qarşısında çıx işarəsi olduğundan və x-larla işləyəcəkdə 6x-dan 2x çıxırıq, eləyir 4x. Üstəgəlsin 6. Y variantına baxırıq. 2x qalır, hələ ki 2x üstəgəlsin. Burada 3'ü bir dəfə x-ə vururuq, eləyir 3x. Bir dəfə də çıxırıq. 3 dəfə 2'nin 6. Bərabərdir. Eyni dəyişənlər 3x-dan 2x eləyəcək 5x. Yazırıq 5x çıxılsın 6. F variantına baxırıq. Açanda yazırıq 4x üstəgəlsin. 5'i bir dəfə x-ə vururuq, edir 5x. Deməli, 5'i bir dəfə x-ə vururuq, yazırıq 5x. 5'i bir dəfə də 1'ə vururuq, çıx olduğu üçün çıxılsın 5 yazırıq, bərabərdir. Burada eyni dəyişən olan 4x-lə 5x-dir. Oraya 9x eləyəcək. Yəni, şurada 5 də dəyişənsiz olduğundan, natural ədəd olduğundan yazırıq 9x çıxsın 5. C variantına baxırıq. Deməli, buranı silirəm. 7x üstəgəlsin. 2'ni bir dəfə x-ə vururuq 2x. Bir dəfə də 4'də vururuq, eləyir 8. Bərabər. Şərtlər, texniki səhvlər ola bilər. Yorum hissəsində bildirə bilərsiniz. 7x-in üstə 2x gələndə eləyir 9x. Üstəgəlsin 8. H variantına baxırıq. 6'yı A-ya vururuq 6A. Üstəgəlsin 18. Çıxılsın 18. Burada 18'lər ixtisar edir, elə deyilmi? Biri müsbət, biri mənfidir. Ya da 18'dən 18 çıxanda 0 eləyir, belə deyə bilərik. Bu da qalır 6A.
İ variantına baxırıq. 4x üstəgənsin 3'ü 2x vuranda 6x çıxılsın 3 bərabərdir. 4x-dən 6x verəcək 10x çıxılsın 3. J variantına baxırıq. 8 üstəgənsin 4'ü 3-ə vuranda edir 12n çıxılsın. 4'ü 2-yə vuranda 8. Yenə 8-dən 8 çıxanda burada qalır 0. Cavab da edir burada 12n. K variantına baxırıq. 7 dəfə 2-nin 14 üstəgənsin 7y çıxılsın 8 bərabərdir. 14'dən burada dəyişən olmayanlar, yəni 14'dən 8'dir. Onlar bir-birinə hesablana bilərlər. 14'dən 8 çıxanda 6 edir. Yəni 7y üstəgənsin 6. El variantına baxırıq. 3'ü 5'ə vuranda 15 üstəgənsin 3'ü 2y vuranda 6y çıxılsın 6y. Baxın. Bu dəfə 6y-dən 6y çıxanda bura bizə verir 0. Ona görə cavabda qalır 15. Növbəti məsələ həlli. 10-cuya baxırıq. Kimin fikri doğrudur deyir. Doğru fikrə baxmalıyıq. Oğlan deyir ki, yəni Anar deyir ki, C-nin istənilən qiymətində 2C plus C çıx 3C üstəgəl 1 ifadəsinin qiyməti 1-ə bərabərdir və biz həqiqətən bir dəfə bunun öz qiymətini hesablayırıq. Yazırıq 2C çıxılsın üstəgəl C çıx 3C üstəgəl 1 bərabərdir. Buranı hesablayanda 2C'nin üstə C gələndə eləyir 3C, 3C'dən də 3C çıxanda bura ümumi bizə verir 0. 0'ın üstə 1 gələndə edir 1. Bir dəfə də C-nin yerinə məsələn qiymət qoyaq. Məsələn C olsun 2. C-yə 2 verəndə 2 dəfə C-nin, yəni 2 dəfə 2-nin 4 üstəgənsin 2 çıxılsın. 3 dəfə C-nin 3 vur 2 6. Həqiqətən də 4'ün üstə 2 gələndə 6 eləyir. 6'dan da 6 çıxanda 0 eləyir. Burada qalır yenə. Burada 1 var axı. 1. Amma Nalə nə deyir? Yalnız C 0 olduqda ifadənin qiyməti 1-ə bərabərdir. Yəni burada C-yə 0 qoyanda 2 vur 0, 0, C-nin özü 0, 3C 0. Xeyr, demək C-nin istənilən qiymətində özümüz bir dəfə yoxladıq. 2-nin məsələn verəndə və yaxud başqa bir ədəd də versək, C-nin istənilən qiymətində bu ifadənin qiyməti 1-ə bərabər olur. Doğru cavabı kim verir? Anar. 11'ə baxırıq. Deməli, şəklə uyğun ölçüləri santimetrlə verilmiş düzbucaqlının uzunluğu perimetrinin sahəsini hesablamaq üçün ifadələr yazın. A 5 olduqda düzbucaqlının perimetrinin sahəsi nə qədərdir? Deməli, əvvəla A-nın 5 olduğunu biz bilirik. Baxın, şərtlər. Bunun uzunluğu n3'dür, elə deyil. Uzunluğu nə qədərdir? Uzunluğu 3 üstəgənsin A-dır. Buradan bura 3'dür, buradan bura A-dırsa uzunluğu 3 üstəgənsin A-dır. Onda perimetr nəyə bərabərdir? P bərabərdir. Deməli 2 vurulsun A üstəgənsin B deyilmi? Yəni bura 3'dür. N 3 üstəgənsin. Uzunluğu 3 üstəgənsin A. Onu da yenə qoyuruq 3 üstəgənsin A. Bərabərdir. Bura neçə eləyəcək? Yəni hesab 6 üstəgənsin A deməkdir, elə deyilmi? Yəni bərabərdir. 2 vurulsun 6 üstəgənsin A bərabərdir. 2-ni 6'ya vuranda 12 üstəgənsin 2A. A'mız neçədir? A'mız da bizim 5'dir. Yəni yazırıq 12 üstəgənsin 2 vurulsun 5 bərabərdir. 12 üstəgənsin 10 bərabərdir 22. Bu oldu perimetr. Bir də sahə. Sahə də nəyə bərabərdir? Sahənin düsturu bilir ki A vurulsun B. A'nın yerində burada 3 dayanıb da. Ya 3 B'nin yerində dayanıb uzunluq. Yəni 3 üstəgəl A. Biz onu da vuranda 3'ü 3'ə vuranda 9 üstəgənsin 3A. A'nın yerində nə var? 5 var. A'nın yerində 5 olduğu üçün yazırıq bərabərdir 9 üstəgənsin 3 vurulsun 5 bərabərdir 9 üstəgənsin 15 bərabərdir 24. Burada nə verilib? 24 santimetrdir, metrdir. Bu verilməyib. Onda sizə yazırsınız elə 24. Perimetri 22 oldu. Sahə də 24 oldu. Deməli, məsələlərimizi də hesabladıq. Misallarımızı yazdıq. Şərhlər bu qədər izlədinizsə kanalına abunə olaraq dəstək verə bilərsiniz. Sağ olun, salamat qalın. Sualınız olsa da rəy bölməsində qeyd edə bilərsiniz.